Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi əcmain. Əmmə ba'du. Növbəti məsələmiz fiqh dərslərimizdən cəmaata əziyyət verən şeylər barəsində olacaq. Yəni, cəmaat namazında insanlara əziyyət verən şeylər, qardaşlar, alimlər buyurur ki, insanın soğan, sarımsaq, turp və bu kimi şeyləri yeyib məscidə getməsidir. Hansı ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, kim bunları, yəni soğan və sarımsaq yeyib yeyərsə, bizim musalləmizə yaxınlaşmasın. Yəni, çünki bu şeylər əsl etibarilə halal olan şeylərdir. Lakin onu yiyənin iyi baxımı, yəni iyiyə görə, qoxuya görə insanlara əziyyət verməsi vardır. Yəni, o şeydən insanlar əziyyət çəkir. Və ona görə də yəni bu şeyləri, soğanı, sarımsağı, turpu, bu kimi şeyləri yeyib məscidə getməsi məkruhdur. Və hətta alimlər elm əhli buyurur ki, məsciddə heç kim olmasa belə, yəni bu şəkildə məscidə getmək məkruhdur. Niyə görə? Çünki mələklər insanların əziyyət çəkdiyi şeylərdən mələklər də əziyyət çəkir. Yəni burada tək insanlara deyil, mələklərə də əziyyət var. Və baxın, bunlar diqqət etsəniz, bunlar əsli halal olan şeylərdir. Müsəlman üçün bu şeyləri, soğanı, sarımsağı, bu tipli şeyləri yemək halaldır. Lakin baxın görün, bu günlərim təəssüflər olsun ki, bəzi müsəlmanlar siqaret çəkərək məscidə gedirlər. Və bu siqaretin iyisi daha betərdir. Onun qoxusu daha betərdir. Ona görə də siqaret çəkib məscidə getmək məkruhdur, qardaşlar. Pis qoxu verdiyinə görə. Yəni, həm burada insanlara əziyyət var, həmçinin mələklərə. Ona görə müsəlman gələ belə şeylərə diqqət eləsin. Bəzən görürsən, məscidə gəlir, yanında duran insandan o siqaret qoxusunu insan hiss eləyir. Və əksər hallarda görürsən ki, yanında duran insana elə bir narahatçılıq verir ki, hətta o insan necə namaz qıldığını bilmir. Çünki insan o qoxudan təsirlənir. Ona görə də bu şeylərə diqqət etmək lazımdır. Və soğan, sarımsaq yeyib məscidə getmək, insan elə zənn eləməsin ki, yəni bu müəyyən bir vasitələrlə ağızdan qoxu gedir. Əslində getmir bu. Yəni müəyyən bir müddət var. O müddət keçməsə, o ağızdan o qoxunu aparmaq mümkün deyil. Və hətta burada dediyimiz kimi, qardaşlar, təkcə məscidlər nəzərdə tutulmur. Hətta musallə olsa belə, yəni insanların toplaşdığı yer, məscidlər, musallələr, yəni musalləyə də getmək məkruhdur bu şəkildə. Çünki buradakı illəni elm əhli izah eləyir ki, buradakı illət, yəni səbəb cəmaata əziyyət olmasıdır. Cəmaatla yanaşı mələklərə əziyyət olmasıdır. Yəni məscidlərə müştərəkdir, insanlarla mələklərə, musallədə və digər hətta elm məclisinə, insanların toplaşdığı yerə ki, o qoxu ilə sən insanlara yer təsir edəcəksə, yəni sənin o şəkildə getməyin məkruhdur. Bəli, və həmçinin buna daxildir, yəni insan tərli olarsa, məsələn, sən bilirsən ki, sən işləmisən və tərlisən və o şəkildə məscidə getmə. Ümumiyyətlə, Allah Taala'nın evinə o yerləri, müqəddəs yerləri ziyarət edərkən bu şeylərə diqqət etmək lazımdır. Yəni o şeyləri təzim etmək lazımdır ki, insan, yəni bu təzim də insanın təqvasındandır. Necə ki, Allah Taala buyurur ki, kim Allahın şüarlarına, işarələrinə təzim edərsə, bu onun qəlbinin təqvasındandır. Ona görə də məscidə gedərkən xüsusi diqqət etmək lazımdır. İnsan gərək özünün geyiminə, yəni üzərindən gələn qoxuya, yəni bu şeylərə fikir vermək lazımdır ki, sən Allahın evini ziyarət edirsən. Bəli. Və yaxud da görürsən ki, insan qəssab işləyir. Yəni o qəssabxanadan gələn o ət qoxusu, bəzi insanlar bundan narahat ola bilər. Və o şəkildə getmə məscidə. O şəkildə getmə. Təmizlən ondan sonra. Və yaxud da təmizləməyə macal yoxdursa, o zaman cəmaat namazını o müddət ərzində getməyə bilərsən. Və həmçinin görürsən ki, məsələn, bir insan ustadır, hardasa usta işləyir və üzəri şübhəsiz ki, batır.
kirlənir. Və bu şəkildə də, yəni Allahın evini bu şəkildə ziyarət etmək olmaz. Hətta bəzən görsən ki, yəni o üzərindəki o çirkabdan məscidi də bulaşdırır. Belə şeylərə diqqət etmək lazımdır. Xüsusən, yəni insan məscidə gedirəm deyəndə diqqət etməlidir ki, mən hara gedirəm. Yəni Allahın evini ziyarət edirsən. Həmçinin elm əhli buyurur ki, keçici xəstəliyi olan birisi, yəni səndə keçici xəstəlik varsa və bu xüsusi xəstəliklərdir. O keçmişdə məsələn baras xəstəliyi, yəni müəyyən xəstəliklər var ki, onlar keçici xəstəliklərdir. Yəni bu şey keçici olduğu təsdiqlənmiş, həkimlər tərəfindən təsdiqlənmiş bir yəni tibb tərəfindən təsdiqlənmişdirsə bu keçiciliyi, o zaman sənin bu şəkildə məscidə getməyin yaxşı deyil, məkruhdur. İnsanlara əziyyət verməyəsən deyə. Bəli. Və həmçinin qardaşlar, bəzi hallar var ki, insanın məscidə getməsinə üzürlü olan hallar var. Yəni sən cəmaət namazına getməyə bilərsən. Bu sənin üçün yəni üzür sayılır. Və bu üzür də həm cəmaət namazına aiddir. Yəni ola bilsin ki, bu elə bir üzür var ki, şəri üzür, bunu inşallah ki sayacağıq hansılardır. Bu üzür həm cəmaət namazına aiddir, həm də cümə namazına aid olan üzürlər var. Bəli. Və onlardan birincisi xəstə olan kimsədir. Xəstə olan kimsədir ki, xəstə olan kimsəyə cəmaət namazı və cümə namazı üzürlü sayılır. Və alimlər qeyd edib ki, o xəstəlik, yəni hər xəstəlik deyil bu. Yəni o xəstəliklər ki, cəmaatla qılmağa insana halını ağırlaşdırır. Məsələn, sən bilirsən ki, mən cəmaat namazına getsəm elə bir haldayam ki, mənim üzərimdə olduğum xəstəlik halı ağırlaşacaq. Xəstəlik halı ağırlaşacaq. Və ya şəfa gecikə bilər. Yəni insanın sağalması gecikə bilər. Və yaxud da xəstəlik daha da artarsa və bu səbəbdən dolayı da nə edirsən? Deməli, məscidlərə getməməyə, cəmaat namazına getməməyə üzür olur. Və yaxud da insan ola bilsin ki, xəstə olmağa qorxursa. Məsələn, elə bir hal ki, hava soyuqdur və sən əminsən ki, yəni çıxsan xəstələnəcəksən. Çıxsan xəstələnəcəksən. Məsələn, ola bilsin ki, insan üzürlü səbəbdən dolayı yəni yuyunubdur, çimibdir və hava kəskin şəkildə soyuqdur. Və sən bilirsən ki, çölə çıxsan xəstələnəcəksən. Yəni bu məsələ də yenə də insanın təqvasına qayıdır qardaşlar. Yəni insan var ki, deyirsən ki, məsələn, xəstəlik üzürdür məscidə getməməyə. Adi bir qrip olur və yaxud da belə şeylər, yüngül xəstəlik baş verir. Deyir ki, mənim üçün üzürdür. Xeyr. Bu hökmlər ona görədir ki, yəni sənin xəstəliyin artması və yaxud da qeyd edildiyimiz o səbəblər olarsa, sənin üçün üzürlü sayılır. Və yaxud da ikinci məsələ məscidə getməmək və yaxud da ki, cümə namazına getməməyin səbəblərindən, yəni üzürlü sayıla biləcək səbəb insanın təharətə ehtiyacının olmasıdır. Və deyək ki, namaz anıdır, hansı ki, bilirsən ki, məsələn, 2 dəqiqə sonra və yaxud da həmən anda iqamə verilir və sən o anda sənin təharətə ehtiyacın var. Və bu anda da, yəni insanın o təharəti saxlayıb, yəni gedib cəmaata qoşulması icazəli deyil. Hətta namazı bəzən batil edən amillərdəndir bu şey. Ona görə nə etməlisən? Təharətə olan ehtiyacını ödəməlisən. Hətta cəmaat namazı qaçırsan belə, o hal sənin üçün nədir? Üzürlüdür. Hətta cümə namazı olsa belə. Üçüncü səbəb, yemək hazırdırsa. Yemək hazırdırsa, qəsd o deyil ki, məsələn, ola bilsin sənə deyirlər ki, 2 dəqiqə sonra, 3 dəqiqə sonra ya 5 dəqiqə sonra yemək hazır olacaq, getmə. Ya bu üzür deyil qardaşlar. Üzür o halda olur ki, yeməyin artıq qarşına yemək qoyulub, hazırdır və o anda iqamə verildisə, namaza iqamə verildisə, sənin üçün namazı getməmək üzürlü səbəblərdən sayılır. Yəni çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kim artıq namazı təxirə salan səbəblərdən nədir? Yeməyin hazır olması. Bəli. Və yaxud da dördüncü səbəb də insan üçün cəmaat namazına üzürlü olan hallardan biri də bir şeyi itirən insanın misalı və onu tapma ehtimalı varsa. Məsələn, deyək ki,
yəni bir nəfər çobandır, yəni qoyununu itirib və yaxud da dəvəsini itirib və görür ki, uzaqdan həmin dəvə və yaxud da qoyun görsənir. Və həmin anda elə bir andır ki, iqamə verilir namaza. Və sən bilirsən ki, sən əgər namaza qoşulsan, onu itirə bilərsən. Namaza qoşulsan, onu itirə bilərsən. Və bu halda da elm əhli buyurur ki, yəni sənin cemaat namazına qoşulmamağında üzr var. Və bu halda o itirdiyinin arxasında gedə bilərsən. Bəli. Və ya insanın malının tələf olacağından qorxursa, yəni elə bir məsələn ticarət eləyirsən ki, yəni o şeydə bəzi hallarda əmin aman yerdə olmaya bilərsən və yaxud da o hal onu gərəkdirə bilər ki, sən malını çöldə qoyub, yəni cemaat namazına qoşulmağında malının tələf olacağı qorxusu var və bu halda da cemaat namazına qoşulmaq sənin üçün üzürüdür. Və yaxud da ki, bir yerə səfərə getmisən, ailənlə bir yerdəsən və ailəni çöldə qoyub cemaat namazına qoşulmağın ola bilsin ki, hər hansısa bir təhlükə yarada bilər. Və bu təhlükəni aradan qaldırmaqdan ötürü, yəni əmin amanlıq üçün cemaat namazına qoşulmamaqda sənin üçün üzr var. Və yaxud da qadınlar üçün, məsələn, yemək bişirirsə, əgər bilirsə ki, qəti şəkildə, yəni o yeməyi tərk etsə, o yemək tələf olacaq. Tərk etsə tələf olacaq və bu halda da elm əhli üzrün olduğunu bildirir. Və ya bu cür üzürlü səbəblərdən biri deyək ki, sənə pul müqabilində müəyyən bir şeyi qorumağa yəni görevləndirib. Səni yəni pul verib ki, bu şeyi mənim üçün qoru. Və sən o yerdən ayrılsan, o həmin malın tələfi baş verə bilər. Və yaxud da itə bilər, oğurlana bilər, o mala zərər gələ bilər. Və elm əhli bu halda da deyirlər ki, yəni insanın cemaat namazına qoşulmamasında üzr var. Və həmçinin elm əhli başqa bir məsələ də zikr edir ki, yəni insan əgər ola bilsin ki, birinə borcun var və hər dəfə o borc yiyəsi, yəni o borc yiyəsi ilə eyni məsciddə namaz qılırsan. Və hər dəfə o borc yiyəsi səni deyək ki, sıxışdırır və o halda da elm əhli deyir ki, cemaat namazına sənin üçün üzr var. Sənin üçün üzr var. Sən əgər qaytarmağa deməli imkanın yoxdursa. Və başqa səbəblərdən insan səfərə çıxmalıdır və elə bir vaxt gəlib ki, yəni o qatarla və yaxud da müəyyən bir miniklə və yaxud da təyyarə ilə yol düşməlidir. Və əgər bilirsən ki, cemaat namazı əgər qoşulsan, bu sənin üçün sıxıntıdır. Əgər qoşulsan, o həmin anı qaçıra bilərsən. Təyyarəni, qatarı və yaxud da başqa minik vasitəsini. Yəni bu o demək deyil ki, siz namaz qılmayın. O demək deyil. Yəni burada söhbət ondan gedir ki, cemaat namazına qoşulmaqdan söhbət gedir. Yoxsa sən, yəni o vaxtı bilirsənsə və bilirsən, məsələn deyək ki, cemaat namazı azandan iqamə deyək ki, yarım saat sonradır. Və sənin yarım saat sonra təyyarən uçuşa qalxır. Və bu anda sən nə etməlisən? Namazı qılıb təyyarəyə getməlisən, özün, tək. Lakin cemaat namazına qoşulmamaqda sənin üçün nədir? Üzr var. Və başqa hallardan birisi, insana əgər çoxlu, məsələn, deyək ki, yuxu basırsa, məsələn, bu hallar baş verir şiddətli yorğunluqdan, yəni sən bilirsən ki, namaza qoşulsan, imamla namaza, bəzən olur ki, imam sən o namazı yüngül qıla bilərsən, imam uzada bilər və bu halda əgər sən bilirsən ki, məsələn, namaza qoşulsan, o hallar baş verib, yəni bu vaqiədə baş verib bu şeylər. Və bilirsən ki, namaza qoşulsan, yatacaqsan namazda və o haldasan sən. Və bu halı əgər də yəqin bilirsənsə, o zaman cemaat namazına qoşulmayıb özünün namaz qılmağın yəni üzürlüdür. Və yaxud da başqa səbəb, deyək ki, yağışdan dolayı şiddətli yağış yağırsa, və bu da istisna hallardandır ki, yəni insan cemaat namazına getməməkdə onun üçün üzr var. Həmçinin alimlər qeyd edir ki, zülmət qaranlıq olarsa, elə bir yerdir ki, orada, yəni çünki zülmət qaranlıqda insan əminaman olmur. Ola bilsin ki, hansısa bir heyvanın hücumuna məruz qala bilərsən və yaxud da başqa bir şeylər baş verər.
Və bu baş verdiyi zaman, yəni zülmət qaranlıq olduğu zaman da insan üçün cəmaət namazında iştirak eləməmək üzürdür. Bəli. Və xəstədən danışmışkən və bir məsələni də qeyd edək ki, üzürlü kimsələr necə namaz qılır? Növbəti məsələmiz. Və burada ən çox halı izah olunan kimsə də xəstə insandır. Və əgər alimlər buyurur ki, qiyama qadirdirsə xəstə, qiyam, yəni ayaq üstə qılmağa qadirdirsə, o zaman ayaq üstə namazını qılır. Yəni o xəstə üçün nə vaxt üzürlü olur? Xəstə üçün o zaman üzürlü olur ki, o otura bilmir, ayaq üstə qıla bilmir. Əgər ayaq üstə qılmağa qadirdirsə, çünki bundan qabaqki dərslərdə də biz dedik ki, yəni bəzən insanlar bu hallarda səhlənkarlığa yol verə bilirlər. Məsələn, insan ayaq üstə qiyamı dura bilir. Sadəcə bu rükû və yaxud da səcdə eləyə bilmir. Və bu zaman deyir ki, əgər o insan qiyamda oturursa, qadir olduğu halda, o zaman onun namazı batildir. Çünki qadir olduğun şeyi yerinə yetirməlisən. Qadir olduğun şeyi yerinə qoymalısan. Əgər yox, səcdədən acizsənsə, sən rükûnu etməlisən. Sadəcə sənə üzürlü olan tərəfi səcdə tərəfidir. Məsələn, insan var ki, qiyamda ayaq üstə dura bilmir. O zaman sənin üzürlü olacağın nədir? Qiyam halıdır. Oturub qılırsan. Əgər rükû və səcdə eləyə bilirsənsə, rükû və səcdəni etməlisən. Əgər sən yenə də rükû və səcdəni etdiyin halda, edə bildiyin halda oturaraq rükû və səcdə edirsənsə, o zaman da namaz batıl olur. Yəni oradakı məqamı yerinə qoymaq lazımdır. Hansı məqamdan acizsənsə, o ruxsəti o zaman istifadə edirsən, asanlığı. Bəli. Və ayaq üstə namaz qılmaq namazın rükunlarındandır, qardaşlar. Vacib namazlarda namazın rükunlarındandır. Və insan əgər xəstəliyi ucbatından ayaq üstə namaz qılmağa qadir deyilsə, bu zaman nə edir? Oturur. Necə ki, Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, "Fəttəqullaha məstata'tum." Yəni Allahdan gücünüz çatan qədər qorxun. Və həmçinin başqa ayədə buyurur ki, "Ellezine yezkurunallaha qiyaman və qu'udan və ala junubihim." Yəni o kəslər ki, oturanda da, qiyam halında da, oturanda da, yəni yanları üstə olanda, yəni uzananda da Allahı zikr edirlər. Bəli, yəni Allahı zikr etmək həm oturanda da, yəni ayə ona dəlalət edir ki, oturanda da, uzananda da Allahı zikr etmək icazəlidir. Və həmçinin sünnədən dəlil İmran ibn Huseyn radiyallahu anh buyurur ki, Buxarinin rəvayət etdiyi hədisdə kənət bi bavasir, yəni bavasir xəstəliyi üz vermişdi İmran ibn Huseynə və buyurur ki, səəltun nəbi sallallahu aleyhi və səlləm an salat, yəni Allah Rasulundan mənim namazım haqqında soruşdum, namaz haqqında soruşdum. Fəqalə salli qaimən fə illəm təstəti' fə qaidən fə illəm təstəti' fə alə cəmbin. Buyurdu ki, Nəbi sallallahu aleyhi və səlləm ayaq üstə namaz qıl, əgər bundan aciz olsan otur və bundan da aciz olsan uzanaraq namaz qıl. Və həmçinin o kəslər ki, ayaq üstə qılmağa, qiyam halına acizdirlər, onlara oturmaq icazəlidir. Həmçinin icma da buna dəlildir. Alimlər icma ediblər və bu icmanı İbn Munzir, İbn Rüşd və həmçinin İmam Nəvavi və Şeyxülislam İbn Teymiyyə rahimehullah o icmanı nəql edirlər. Və oturuşun vəziyyəti necə olmalıdır, qardaşlar? Və burada oturuşun vəziyyəti barəsində alimlər elm əhli deyir ki, yəni müəyyən bir oturuş şəkli gəlməyib sünnədə. Məsələn, insan yəni aciz olarsa oturur, necə oturur? İstədiyi kimi oturur. Ya burada bardaş qurub oturur, yəni bardaş qurub oturmaq daha əfsəldir və yaxud da ki, iftiraş oturuşunda oturur. Yəni ayaqlarını yana sərərək. Və bu oturuş şəkli qiyam halındadır. Qiyam, rükû və səcdə halında. Deməli, səcdə halında, bu səcdə halı istisnadır. Səcdə halında nə edir? Ayaqlarını arxaya qatlaması, dizlərin üstündə durması daha əfsəldir. Və bu barədə də 4 məzhəb alimləri bu barədə ittifaq ediblər. Və dəlil olaraq da biraz öncə qeyd etdiyim məsələni zikr edirlər ki, hədisdə bəyan edilməyib.
və hədisdə bəyan edilmiyor oturuş şəkli. Necə ki İbn Həcər rahimehullah qeyd eləyir. Və İmam Kəsani rahimehullah da buyurur ki, üzr xəstədən rükunları əgər isqat eləyirsə, yəni məsələn namazda rükun nədir? Ayaq üstə durmaq. Və bu ayaq üstə durmağı nə aradan qaldırır hökmünü? Xəstəlik halı. Və deyir ki, sünnətlərin isqat olunması daha əfzəldir, əvlədir. Və nə deməkdir bu? Əgər rükun olan bir şey, o olmasa namaz batıl olur. O əgər xəstəlik səbəbindən isqat olursa, sənin namazda oturuş şəklin sünnətdir. Və xəstəlik sənə imkan vermirsə, şərt deyil ki, o cür oturasan. Şərt deyil ki, o cür oturasan. Necə rahatdırsa, o cür oturursan. Bəli. Və insan əgər dedi ki, əgər qiyam halında dura bilmirsə, oturur. Və oturuşdan da acizdirsə, bu zaman uzanır. Və uzanmağın ən əfsəl tərəfi qardaşlar, yəni insanın ayaqlarının qibləyə doğru uzanması və sağ tərəfi üstündə olması daha əfsəldir. Əgər sağ tərəfi üzərində dura bilmirsə, o zaman sol tərəfə, üzü qibləyə tərəf durmağı daha əfsəldir. Və hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm elə o hədisdə də dəlil olaraq bildirir ki, فَإِلَّمْ تَسْتَتِعْ فَعَلَى جَنْبٍ və bundan da aciz olsaz, yan üstə uzanın. Bəli. Və bundan da aciz olsa, yəni deyək ki, dönə bilmir, bu zaman yəni üzü yuxarı. Ümumiyyətlə qardaşlar, namaz elə bir ibadətdir ki, yəni hər cür keçərlidir. Nəyə qadirdirsə, hətta sən hərəkət eləməyə qadir olmasan belə gözünlə namaz qılırsan. Gözünlə və hətta buna belə qadir olmasan qəlbinlə namaz qılırsan. Ona görə də elhamdülillah Allah Teala asanlıq verir. Və yaxşı, bu halda xəstə rükû və səcdə etməkdən acizdirsə, bunları da elm əhli deyir ki, başı ilə eləyir, başı ilə işarə eləyir və bu zaman səcdə rükûdan daha aşağı səviyyədə olmalıdır. Yəni insan əgər deyək ki, başını əyir oturaqlı şəkildə, sənin başını əyməyin rükûda biraz əyirsən, səcdədə ondan da aşağı. Səcdədə ondan da aşağı ki, ikisi arasında fərq olsun. Bəli. Və həmçinin alimlər qeyd edirlər ki, qardaşlar, növbəti məsələdə namazları cəm etməsi də icazəlidir xəstə olan kəsin. Və İmam Məlikə görə xəstəliyin həddi insanın huşusunu itirməsidir və qızdırmalı olmasıdır və bənzər şeylərdən qorxmasıdır. Yəni, əgər insan huşunu itirəcəyindən qorxursansa və qızdırmalısansa və buna bənzər qorxulu, yəni qorxacağın bir hal baş verəcəksə, bu zaman namazı da birləşdirməyin icazəlidir. Və İmam Şafi rahimehullah buyurur ki, yəni hər bir kəs ki, o kəs fərzi öz vaxtında qılmağa çətinlik çəkirsə, insanın məşəqqət verirsə, yəni sən deyək ki, zöhrü qılırsan və bilirsən ki, əsr namazında qılsan aciz olacaqsan. Və bu zaman nə edirsən? İcazəlidir ki, o namazları cəm edəsən. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, doğru olan budur ki, cəm etmək sadəcə səfərə xas olan bir şey deyil. Yağış zamanı, xəstəlik səbəbi ilə də insan namazlarını cəm edə bilər. Necə ki, üzürlü qadınlar namazı cəm etməsi sünnədə varid olmuşdur. Və o sünnədə varid olan halda deməli buyurur ki, Həmlə bint Cəhşdən gəlir ki, rəvayət olunur ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir. Yəni, istihada halını soruşur Allah Rasulundan sallallahu aleyhi və səlləmin. Yəni, istihada halı, qardaşlar, yəni Allah haqdan həya etməz, qadınlarda o qan olması halıdır. Bu heyz halı deyil, ondan fərqli halıdır. Və bu barədə məlumat vermişik. Və soruşur Allah Rasulü sallallahu aleyhi və səlləmdən və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, əgər zöhrü gecikdirib, əsri tezləşdirməyə, sonra qusul alıb, iki namazı cəm etməyə və həmçinin məğriblə işanı tezləşdirməyə, sonra iki namazı qusul alıb cəm etməyə gücü çatırsa, qoy belə etsin. Nə deməkdir bu? Bu halda olan qadın üçün hər namazın əvvəlində qusul alır. Və bu çətinlik olduğuna görə, məşəqqət olduğuna görə Allah Resulü sallallahu aleyhi və səlləm onun 5 namazını 3 vaxta indirdi.
onun 5 namazını 3 vaxta indirdi. Və diqqət etsək, hədisin sonunda deyir ki, və fəcri isə ayrıca qüsl alıb namazını qılsın. Və hədisi Abu Davud, Tirmizi və İbn Məcə rivayet edibdir. Yəni buradakı Peyğəmbər sallallahu əleyhi və səlləmin qəsdi bu cürdür. Deməli, bu istihada halı qadın üçün əziyyət verici haldır. Və bu hal xəstəlikdir. Bu hal xəstəlik halına qiyas olunur. Yəni bu halda qadın nə edir? Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi kimi zöhrlə, yəni zöhrü çıxan vaxtına yaxınlaşdırır, əsr namazının girən vaxtına, ta ki ikisini də cəm eləsin. Qüsul alır və 2 namazı birdən qılır. Və sonra məğrib işanı da bu cür qılır. Məğrib namazını çıxan vaxta yaxınlaşdırır, işan namazını bir yerdə qılır və sübhü də, sübh namazını da ayrıca qüsul alıb qılır. Bəli. Növbəti məsələmiz, qardaşlar, yeni məsələdir, səfər namazı haqqındadır. Və səfər namazı bilirsiniz ki, yəni haqqında ən çox danışılan geniş mövzulardan və ixtilaflı olan mövzulardan biridir, fiqhin bablarından bir babdır. Səfər namazı, qardaşlar, niyə görə səfər adlanıb? Yəni ümumiyyətlə ərəb dilində səfər nə deməkdir? Ərəb dilində səfər aydınlanmaq, ortaya çıxmaq deməkdir. Yəni ona görə bu cür adlanıb ki, bu səfər bu cür adlanıb ki, diqqət edin, elm əhli deyir ki, səfərə çıxanın əxlaqı ortaya çıxdığına görə, əxlaqı aydınlandığına görə. Buna görə də qəribə bir deməli, çünki niyə görə? Adətən insan fikir versəz, həqiqətən də insan, yəni səfərdə bəlli olur. İnsanın sadiq olması, onun əxlaqı və s. başqa müsbət cəhətləri və yaxud da mənfi cəhətləri səfər zamanı bəlli olur. Ona görə də bu şeyin adını səfər qoyublar. Bəli. Səfər məsələsi, qardaşlar, səfər zamanı, səfər əsnasında əfzəl olan 4 rükətli namazları, yəni hər kəsə bəlli olduğu kimi 2 rükət qılmaqdır. Mübah olan səfərdən söhbət gedir. İndi mübah olan səfər nədir? Onu da izah edəcəm inşallah. Əsl olan odur ki, qardaşlar, səfər əsnasında 4 rükətli namazları 2 rükət qılmaq sünnətdir. Sünnətdir, vacib deyil. İmam Məlik, Əhməd və Şafi və əksər alimlər bu cür qeyd ediblər. Lakin İmam Əbu Hanifə isə vacib demişdir bu məsələyə. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah isə 4 rükətli namazları qısaltmamağı məkruh görürdü. Və Allah subhanahu wa ta'ala, yəni bunun sünnət olmasına dəlil olan ayələrdən biri, deməli Allah subhanahu wa ta'ala Nisa surəsinin 101-ci ayəsində buyurur ki: "Fəleysə aleykum cunahun an taqsuru minas-salati in xiftum an yeftinakumul-ləzina kafaru." Yəni sizin üçün günah deyil, namazlarınızı qısaltmaq sizin üçün günah deyil, əgər kafirlərin sizi fitnəyə salacağından qorxsanız. Və fikir verin, burada Allah Teala dedi ki, "Fəleysə aleykum cunahun." Yəni sizin üçün günah sayılmaz. Bu ifadəni elm əhli, həmçinin İmam Nəvvi rahimehullah bu cür izah eləyir ki, özünün məcmu əsərində, "La cunaha, fəla cunaha, fəla cunaha aleykə, aleykum." Bu cür ifadə ancaq mübah olan şeylərdə işlənilir. Yəni sənin üçün günah deyil, yəni sənin üçün mübahdır bu şey etmək. Ona görə də yəni insanın bu dəlalət edir ki, bu ayə səfərdə namazları qısaltmaq sünnətdir, vacib deyil. Məsələn, bir insan səfərdə deyərsə ki, mən səfərdə yəni 4 rükət qılmaq istəyirəm. Biz ona deyirik ki, sən əfsəl olan odur ki, alimlərin yanında 2 rükət qılasan. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini istifadə edəsən və Allahın sənə verdiyi o asanlıqdan istifadə edəsən. Hansı ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Allah o qulunu sevir ki, onun qoyduğu asanlıqdan istifadə edir. Rüxsətdən istifadə edir. Biz ona deyirik ki, sənin o 2 rükət qılmağın daha əfsəldir. Əgər əfsəliyyət axtarırsansa. Yox, əgər o 4 rükət qılarsa, namazı səhihdir. 4 rükət qılarsa, namazı səhihdir. Və həmçinin Ya'lə bin Umeyyə deyir ki, bir gün deyir Ömər bin Xattabdan bu ayə haqqında soruşdum. Yəni bu qeyd etdiyimiz ayə haqqında soruşdum. Yəni fəleysə aleykum cunahun an taqsuru minas salati in xiftum an yeftiyakum
en yeftinakum ellezine keferu. Yəni kafirlərin əgər sizi fitnəyə salacağından qorxsanız, namazı qısaltmaqda sizin üçün heç bir günah yoxdur. Və fikir verin, burada desəz ki, burada səfərlə nə əlaqəsi var? Yəni hansı ki, burada kafirlərdən qorxu nəzərdə tutulub. Axı mən səfərə çıxanda kafirlərdən qorxmuram axı. Bu məsələni Ya'lə bin Umeyyə Ömər bin Xattabdan soruşur. Və deyir ki, axı artıq Allah insanlara əminlik verib. Və Ömər bin Xattab radiyallahu anh deyir ki, səni təəccübləndirən şey məni də təəccübləndirdi. Və sonra gedib Allah Nəbisi sallallahu aleyhi və səlləmə soruşurlar. Bu ayə haqqında ki, ey Allahın Rasulü, yəni kafirlərdən əminəmanlıq var artıq. Yəni elə bir şey yoxdur. Biz səfərə çıxanda artıq qorxmuruq. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, sadaqatun təsaddaqallahu bihə aleykum fəqbəru sadaqatahu. Bu Allahın sizin üzərinizə olan sədaqəsidir. Və Allahın sədaqəsini qəbul edin. Yəni bu o deməkdir ki, artıq əminəmanlıqda olsanız belə səfərdə namazı qısalda bilərsiniz. Səfər əsnasında rüxsətlər, yəni asanlıqlar 3 qismdir qardaşlar. Onlardan birincisi əfzəl olan bu rüxsəti etməyindir. Yəni onu etməyin əfzəl olduğu rüxsətlər. Bunlar da hansılardır? Yəni 4 rükətli namazları 2 rükət qılmaq. Bu əfzəliyyətdir. Əfzəl olan bu rüxsətdən istifadə etməyindir. İkinci qismi əfzəl olan o rüxsəti tərk etmək. Yəni tərk olunması daha əfzəl olan rüxsət. Və elm əhli bəziləri qeyd edirlər ki, yəni səfərdə 4 gündən artıq qalsan, qısaltmaq və cəm etməmək daha əfzəldir. 4 gündən artıq qalsan, qısaltmaq və cəm etməmək daha əfzəldir. Lakin buradakı məsələ Vallahu Teala aləm. Necə ki Şeyx deməli İmam Albani rahimehullah qeyd etdiyi kimi, yəni bir insan əgər səfərə çıxırsa və o səfərdən qayıdacağı günü bilmirsə, müəyyən bir vaxt qoymuyor, bilmir nə vaxt qayıdacaq. Və yaxud da insan iş üçün çıxır, onun istədiyi, əldə eləyə biləcəyi o istədiyi şeyləri nə vaxt əldə edəcəyini bilmir. Və bu insan qayıdana qədər səfər qıla bilər. Və dəlil olaraq da Abdullah bin Ömər radiyallahu anhu, necə ki bilirsiniz, yəni Azərbaycana gəldikdə, Azərbaycanda 6 ay yəni qalmışdı və o müddət ərzində də səfər qılmışdılar. Sadəcə orada məsələ odur ki, yəni sən nə vaxt qayıdacağını bilmirsən və səninlə o qayıtmağın arasında bir maneə var. Səninlə o qayıdışın arasında bir maneə var. Və doğrusunu Allah bilir. Üçüncüsü isə qardaşlar, üçüncü rüxsət isə ixtiyarı olan rüxsətlər var. Yəni onu etməkmi əfzəldir, etməməkmi əfzəldir? Yəni bu eynidir. Əfzəliyyət baxımından eynidir. Heç bir fərqi yoxdur. Məsələn, buna misal olaraq ratibə sünnətlərini qılmaq kimi. Yəni muqim halda yox. Səfərdə olduğun zaman sən sünnət namazlarını qıla bilərsən, yoxsa yox. Yəni bu rüxsətdən istifadə edə də bilərsən, etməyə də bilərsən. Yəni bir insan desə ki, mən sünnət namazlarımı qılıram, deyir ki, eyb etməz. Yəni əfzəl olan bir şey yoxdur burada. Tərk edə də bilərsən, qıla da bilərsən. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah başqa bir görüş zikr edir ki, əfzəl olan sübhün sünnəti xaric digərlərini qılmamaqdır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem əshabı bu cür ediblər. Və cümhur alimlərə görə isə qardaşlar, cümhur alimlərə görə isə qıla bilərsən. Yəni sünnət namazı səfərdə qıla bilərsən. Yəni burada qıla bilərsən dedikdə əfzəliyyət nəzərdə tutulmur. Yəni bir insan desə ki, mən qılmaq istəyirəm, ona mane olmaq olmaz. Və həmçinin namazları birləşdirmək də belədir. Yəni namazları birləşdirmək də ixtiyaridir. İstəsən birləşdirə bilərsən, lakin baxmayaraq ki, bəzi alimlər birləşdirməməyi öz vaxtında qılmağı daha əfzəl görüblər. Öz vaxtında qılmağı daha əfzəl görüblər. Əgər bir səbəb varsa, sən növbəti namazı əgər qılmağa macal olmayacaqsa, o zaman nə edirsən? Namazları birləşdirə bilərsən.
və 4 rükətli namazları 2 ilə qılmaq əfzəldir kim üçün? Səfəri niyyət edən üçün. Nə deməkdir səfəri niyyət etmək? Yəni bir insan səfərə çıxdıqda o səfəri niyyət mi etməlidir? Bəli, o səfəri niyyət etməlidir qardaşlar. Və burada deməli məsələ ondan ibarətdir ki, ümumən namazı qısaltmağın bəzi şərtləri var. Namazı qısaltmağın bəzi şərtləri var. Yəni 4 rükətli namazlar nə var? 2 rükət olur. Bunun bəzi şərtləri var. Onlardan biri də niyyətdir qardaşlar. İnsanın səfərə çıxmağa niyyəti olmalıdır. Bunun əksi necə olur bəs? İnsan necə ola bilər ki, səfərə çıxanda niyyət etməyə bilər? Məsələn, fikirləşin ki, bir insan ovçudur və ov üçün çıxır, ov niyyəti ilə. Və ovu izləyə bir də baxır ki, artıq 80 kilometrə çatıb. Bu insan üçün namazı qısaltmaq icazəlidirmi? Xeyr, namazı qısaltmaq icazəli deyil. Niyə görə? Əsl olaraq bu insan səfər niyyəti ilə çıxmayıb axı. Ona görə də elm əhli qeyd edir ki, sənin səfər niyyəti ilə çıxmağın şərtdir. Və yaxud da ki, ola bilsin ki, bir insan deyək ki, malı var, heyvanı var, dəvəsi var və s. Onu itirir. Arxası ilə çıxır, onu tapmaq üçün. Və elə olur ki, ta ki səfər məsafəsinə qədər gedib çatır. Burada mən səfər qılım deyə bilərmi? Deyə bilməz. Çünki o əslən səfər niyyətindən çıxmadığına görə. Birinci şərt oldu niyyət. Və ikinci şərt qardaşlar, səfər mübah səfər olmalıdır. Və bayaq da qeyd etdiyimiz kimi. Nə deməkdir mübah səfər? Yəni burada mübah səfər deyəndə vacib və ya müstəhəb də ola bilər. Vacib səfər nədir? İnsan həcc üçün səfər etməsi, həcc üçün çıxması. Və yaxud da ki, müstəhəb, sünnət olan, yəni bəzi alimlərə görə ixtilaflı vacib olsa da, ümrə üçün çıxması. Mübah olan isə, məsələn, gedirsən hər hansısa bir ölkəni ziyarət etməyə və yaxud da başqa bir səfər məsafəsində olan bir yerdə ticarət etməyə və bir şey almağa, ola bilər belə şeylər. Gəzinti üçün çıxırsan və bu da mübah səfər sayılır. Və sən namazı bu mübah səfərlərdə və yaxud da vacib və yaxud da müstəhəb, sünnət olan səfərlərdə qısalda bilərsən. Bunun əksi olaraq, əgər gedəcəyin səfər mübah deyilsə də iki şey qəsd olunur. Onlardan birincisi haram səfərdir, ikincisi isə məkruh olan səfərdir. Və haram və məkruh olan səfərlərdə elm əhli deyir ki, namazı qısaltmaq icazəli deyil. Eləcə də deməli cəm etmək də buna aiddir. Yəni səfərdə sənin üçün nə ruxsat varsa, haram səfər və yaxud da məkruh səfər etdinsə, bu hökmlərin hamısı isqat olur. Yəni hökmdən düşür. Etmək artıq icazəli deyil sənin üçün. Haram səfər dedikdə nə qəsd olunur? Məsələn, bir insan içki içmək üçün, yəni Allaha sığınırıq, içki içmək üçün səfərə gedib. Onun üçün icazəlidirmi namazları birləşdirmək? Xeyr, icazəli deyil. Və yaxud da qısaltmaq. Və yaxud da bir insan xaricdə yaşayır, valideyninin üzünə ağ olmaqdan ötürü öz ölkəsinə qayıdır. Və yaxud da valideyni səfərdədir, səfər məsafəsində. Özü yaşadığı yerdən ora məsiyyət, asilik üçün gedir, valideynin üzünə ağ olmağa. Və bu halda da, bu böyük günahlardandır, hansı ki bilirsiniz. Yəni, bunun üçün səfərə çıxır. Və bu insan üçün də qətiyyən namazları, bütün Allahın verdiyi o bütün asanlıqlar isqat olunur. Yəni, hökmdən düşür. Və ikinci dedik ki, məkruh olan səfərlər. Məkruh olan səfərə misal üçün deyək ki, yəni ehramda olan birisidir, ümrə üçün və ya da həcc üçün gedibdir, ehram halındadır və nikah etmək üçün səni şahid tutur və sən də öz ölkəndəsən. Və sən də şahid olmaq üçün səfər edirsən ki, mən gedirəm, yəni o ehramda olan birisinə nikah şahidliyi etməyə. Bu da məkruh sayılır, qardaşlar. O məkruh səfər olduğuna görə sən o səfərdə namazları birləşdirə bilməzsən. Və yaxud da ki, sən orucsansa, Ramazandırsa, sən o orucu da aça bilməzsən. Yəni, ümumən, o səfərə nə asanlıqlar daxildirsə, hamısı isqat olur. Bəli. Və burada bir məsələni qeyd etmək istəyirəm. Haram üçün səfərə çıxmaqla səfərdə haram etmək fərqlidir.
Nə deməkdir bu? Biri var, insan niyyəti elə başdan haram üçün səfər etməkdir. Məsələn, içki içmək üçün səfərə çıxır. Eşidib ki, hansısa ölkədə, yəni 1900 falanca ildən qalma şərab var. Deyir, gedirəm onu içməyə. Allaha sığınırıq. Və bu insanın səfəri haram səfərdir. Qətiyyən icazəli deyil. Və bununla səfərdə haram etmək nə deməkdir? Məsələn, insan başdan səfərin niyyəti mübah səfər olub və yaxud da ki, vacib və yaxud da müstəhəb səfər olub, Allah korusun yenə də. Və bu səfər əsnasında bir haram işlədi. Və bu zaman onun namazları, o ruxsəti aradan qalxırmı? Xeyr. Aradan qalxmır. Çünki bunun elə başdakı niyyəti nə olub? Yəni, mübah, vacib və yaxud da müstəhəb səfər olubdur. Və bunun üzərinə davam edir. Sadəcə o etdiyi günahdan dolayı Allaha tövbə etməlidir. Yaxşı, bir insan əgər haram niyyəti ilə çıxarsa və sonra Allaha tövbə edib o haramı mübahlaşdırarsa, çünki tövbə ilə qalxır və bu zaman elm əhli deyir ki, artıq o tövbə etdiyi andan o ruxsətlərdən istifadə edə bilər. O ruxsətlərdən istifadə edə bilər. Bəli. Və yaxud da ki, haram səfərdən misal üçün insan türbəni ziyarət edir. Hansısa bir imamı və yaxud da ki, alimin qəbrini və yaxud da kimisə qəbrini ziyarət edir ki, amma burada bir şərt var ki, o ziyarəti nə üçün edir? Allaha yaxınlaşmaq üçün edir. Məsələn, sufilərdə və digər bidət firqələrində bu cür hadisələr çox rast gəlir. Filan kəsin qəbrini ziyarət edib ondan mədət ummaq və s. Və bu ziyarət də haram ziyarətlərdəndir, qardaşlar. Və biz bilirik ki, İslamda ibadət üçün sadəcə 3 məscidə icazə var. O da harada? Kəbədir, Məscid-ül Haramdır. Ondan sonra Allah Resulü sallallahu aleyhi ve sellem məscididir, Mədinə və Məscid-ül Aqsa. Və bu 3 məsciddən başqasına ibadət, Allaha yaxınlaşmaq niyyəti ilə ziyarət etmək olmaz. İcazəli deyil. Əgər ziyarət etsən, o zaman namazları qısaltmaq və yaxud da cəm etmək icazəli deyil. Və bəzi bidət əhli şübhə gətirir ki, İbn Qudamə Əl-Məqdisi rahimehullah Muğni əsərində belə bir ifadə var, deyir ki, bir qəbri ziyarət etməyə çıxsan, namazı qısalda bilərsən. Və bunu gətirib deyirlər ki, bax, Şeyx İbn Qudamə rahimehullah bu cür ifadə edir. Lakin İbn Qudamə rahimehullahın qəsdini Mər'i İbn Yusuf rahimehullah Gayetül Munteha əsərində izah edib. Və buyurub ki, şeyxin qəsdi burada odur ki, əgər qəsdin bu ziyarətdə Allaha yaxınlaşmaq deyilsə icazəlidir. Məsələn, insan qəbri ziyarət edir, onun niyyətində təqarrub yoxdur. Yəni, Allaha yaxınlaşmaq yoxdur. Sadəcə ziyarət üçün gedir. Yəni, o ziyarətdən məqsədi, mən oradan savab umum deyil. Əgər savab umum deməkdirsə, odursa niyyəti, yəni birbaşa nə olur? Onun ziyarəti icazəli ziyarətdən sayılmır. Və bu halda onun namazları cəm etməsi və səfərin üzərinə bina olmuş bütün əhkamlar onun üçün keçərli deyil, isqat olur. Bəli. Və ola bilsin ki, bir insan niyyətində halallıqla haramlıq qarışıb. Necə olur bu? Yəni, halallıqla haramlıq qarışıb deyəndə qəsd odur ki, elm əhli buyurur ki, baxırsan ki, insan deməli, həm bunun halal niyyəti var, həm haram niyyəti. Halal niyyəti nədir? Məsələn, insan ticarət üçün gedir və həm də niyyəti var ki, gedib orada içki içəcək. Həmçinin niyyəti var ki, gedib orada içki içsin. İki niyyət cəm olub. Və bu halda nə olur? Alimlər deyirlər ki, qardaşlar, bu halda deməli, baxırlar o insanın əməlinin çoxluğuna. Baxırlar o insanın əməlinin çoxluğuna. Hansı tərəfə əməli daha çoxdursa, məsələn, insan gedib günün 12 saatını içki içməklə məşğuldur, ticarətlə sadəcə 2-3 saat məşğul olur. Bu insanın üzərinə hökm ona görə bina olunur ki,
Ona görə hökm verilir ki, bu insan haram ziyarət üçün gedib. Haram səfərə gedib və heç bir səfərin asanlığından istifadə eləmir. Onun əksi olarsa, halallıq daha çox olarsa, bu zaman halallıq üzərinə götürülür və səfərin rüxsətindən istifadə edə bilər. Lakin ikisi eyni səviyyədə olsa, o zaman haramlıq daha üstün olur və onun səfərdə namazları qısaltması və cəm etməsi icazəli deyil. Və həmçinin alimlər şərt qoyublar ki, insan nə zaman bu rüxsətlərdən istifadə edə bilər? Müəyyən bir yerə səfər edərsə. Yəni sənin səfər edəcəyin məkan qeyri-müəyyən olmamalıdır. Nə deməkdir bu? Yəni deyək ki, bir nəfər itib və bilmir hara gedib və səfər məsafəsi qədər uzaqlaşıb. Və bunun niyyəti əslən səfər olmayıb. Sadəcə müəyyən bir yerə getməlidir. İtib səfər məsafəsi qədər uzaqlaşıb. Və alimlər qeyd edirlər ki, bu qeyri-müəyyən səfər olduğuna görə, məkan və bunun da namazları qısaltması icazəli deyil. Bəli. Və həmçinin başqa bir şərtdə deyirlər ki, səfərin məsafəsi 16 fərsəx olmalıdır. 16 fərsəx olmalıdır və bu da təqribən 80 km, 75, 78 və 80 km təqribi hesablamaya görədir. Və səfər məsafəsində elm əhli ən çox ixtilaf elədiyi məsələdir. Səfər məsafəsi. Və Vallahu Teala ələm 80 km təqribi götürmək daha yaxşıdır ki, yəni bu ixtilaflardan çıxmaq üçün. Və bu haqda inşallah alimlərin görüşünü gələn dərsimizdə zikr edəcəyik. Və doğrusunu Allah bilir. Elhamdülillah.